Amansız şərait, daimi işgəncələr, aclıq, insanlıqdan uzaq tibbi təcrübələr, minlərlə Sovet hərbi əsirinin kütləvi şəkildə güllələnməsi, toplu qətliamların məkanına çevrilən bu yer Almaniyanın Sachsenhausen əsir düşərgəsidir. Bundan sonra burada qətlə yetirilən Azərbaycanlılar da anılacaq. Almaniyadakı səfirliyimizin təşəbbüsü ilə Azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsi açılıb. Dəmir qapılar, tikanlı məftillər, müşahidə qüllələri. 1936-cı ildə Berlindən 30 kilometr aralıda nasistlər tərəfindən salınan Sachsenhausen düşərgəsi kütləvi repressiyaların əsas mərkəzlərindən biri olub. Burada 1936-1945-ci illərdə 200 mindən çox insan saxlanılıb. Onların ən azı 55 mini dəhşətli işgəncələr, dözülməz şərait nəticəsində həlak olub və ya amansızlıqla qətlə yetirilib. Əsirlərin sistemli şəkildə qətlə yetirilməsi üçün qaz kameraları, güllələnmə divarları və krematoriya dəhşəti göz önünə gətirir. Sachsenhausen sadəcə əsir düşərgəsi deyildi. Burada həm də digər düşərgələrə nəzarətçilər hazırlanır və tibbi təcrübələr aparılırdı. Arbeit macht frei, yəni əmək azad edir sözləri yazılmış bu qapıdan hər gün yüzlərlə məhbus keçirdi. Nasistlərin siyasi rəqibləri, yəhudilər, qaraçılar, homoseksuallar, Sovet hərbi əsirləri, Yegova şahidləri bu qapıdan keçərkən milliyyət, ad, peşə, hər şey silinirdi. Yalnız bir nişan və nömrə qalırdı. Bura Sachsenhausen'dir, tarixin susmadığı bir yerdir. Nasist Almaniyasının qurduğu bu düşərgədə minlərlə insan aclıq, qorxu və ağrılarla üz-üzə qalıb. Bugün bu divarlar, torpaq hələ də hər şeyi xatırlayır. Zaman bu yerdə dayanıb. Burada hər daşın altında bir insan izdirabı yatır. Bugün düşərgənin ərazisi memorial kompleksə çevrilib. Burada həlak olanlardan məlum olanların adları hər gün səs gücləndiricilər vasitəsilə səsləndirilir. Adlar olmasa da xatirə lövhəsi artıq var. Sachsenhausen əsir düşərgəsinin Azərbaycanlı əsirləri. Xatirə lövhəsinin açılışında ölkəmizin Almaniyadakı səfiri Nəsim Ağayev Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasında misilsiz töhfələrindən söz açdı. Sachsenhausen memorial kompleksinin rəhbəri Aksel Drikol isə əsir düşərgəsində kimliyi və taleyi hələ də naməlum qalanlarla bağlı araşdırmaların davam etdiyini bildirdi. Sachsenhausen'də sistemli şəkildə qətlə yetirilən əsirlərin ən böyük qrupunu Sovet ordusunun olan hərbi əsirlər təşkil edirdi. Onların arasında Azərbaycanlılar da var idi. Ona görə bu lövhənin açılması çox əhəmiyyətlidir. Bu təşəbbüsə görə Azərbaycanın Almaniyadakı səfirliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanlı əsirlərin də burada saxlandığına elə səfirliyimizin Sachsenhausen arxivlərində apardığı araşdırmalar nəticəsində məlum olub. Uzun danışıqlardan sonra bu razılıq əldə olundu və belə bugün həm Azərbaycan, həm Alman dillərində xatirə lövhəsi açıldı. Bugün artıq burada bir lövhə var. Bu ölüm düşərgəsində nə vaxtsa Azərbaycanlıların saxlandığını və qətlə yetirdiyini xatırladan bir lövhə. Bu isə o deməkdir ki, tarix heç vaxt unudulmur. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Oranienburg.